Ehtiyatsızlıqdan cinayət törədənlər üçün xüsusi cəza çəkmə müəssisələri yaradıla bilər. Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirəyə çıxarılan təklif azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslərə şamil olunacaq. Məlumat üçün qeyd edim ki, yeni cəza çəkmə müəssisələrinin təsis olunması ilə əlaqədar edilmiş təklif Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Ombudsmanın 2024-cü il üzrə məruzəsində öz əksini tapıb. Qeyd olunan təklifin gələcəkdə reallaşması isə aidiyyəti dövlət orqanlarının münasibəti və rəyindən, mövqeyindən asılıdır. Hər bir halda edilmiş bütün təkliflər insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir. Sözü gedən cəza çəkmə müəssisəsi qəsdən törədilmiş böyük ictimai təhlükə yaratmayan, az, ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Hər bir şəxs gözlənilmədən belə bir cinayətin subyektinə çevrilə bilər. Və xüsusilə söhbət gənclərdən gedir və ilk dəfə ehtiyatsızlıqdan cinayət törədən gənclər gedib əvvəllər dəfələrlə məhkum olmuş şəxslər də bir cəza çəkmə müəssisəsində cəzasını çəkirsə, burada artıq onun adaptasiyası məsələsində, yəni normal həyata qayıdışında müəyyən problemlər ortaya çıxa bilər. Əvvəllər məhkum olunmuş və dəfələrlə məhkum olunmuş şəxslərin təsir altında onun dünyaya baxışı, gələcəyə baxışı əks formalaşa bilər. Bundan başqa yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tam olmuş şəxslərin də yeni yaradılan müəssisələrə göndərilməsi məqsədə uyğun sayılır. Ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin izahı prosesinə müsbət təsir göstərə bilər. Yetkinlik yaşına çatdıqdan sonra, yəni 18 yaşını tamamladıqdan sonra təkliflərdə 18-24 yaş nəzərdə tutulur. Mən hesab edirəm ki, bu 25 yaşa qədər artırılmalıdır. Çünki 18-25 yaş deməli aralığında olan məhkumlar mütləq şəkildə ayrıca cəza çəkmə müəssisələrinin xüsusi növündə cəzalarını çəkməlidirlər. O cümlədən ehtiyatsızlıqdan cəza çəkməkdə olan və 5 ildən artıq müddətə cəza çəkən şəxslər isə onlar üçün təsis olunan yeni deməli cəza çəkmə müəssisələrində öz cəzalarını çəkməlidirlər. Bununla bağlı bir sıra qanunverici aktlarına dəyişiklik olunmalıdır. Həmin müəssisələrdə cəzalarını çəkib qutaran keçmiş məhkumlar azadlığa buraxıldıqdan sonra onların sosial adaptasiyası daha asan və rahat olacaq. Eyni zamanda xüsusi müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də öz töhfəsini verəcək. Ələkbər Salih, Emin Tağıyev, Zaur Həşimov, Telesər.